Hər gün deyir, bir nəfər Yahudi idi, dayanırdı eyvanda, yuxarıdan baxırdı, Peyğəmbər keçəndə toz torpağı atırdı üstünə. Peyğəmbər də baxırdı, üstünü təmizləyirdi, gedirdi, üstünü təmizləyirdi. Hər dəfə bir gün keçəndə görür ki, bunu atmır o. Yoxdur da görsənmir, baxır, görür, yoxdur. Gedir, qapısını döyür, oğlu qapısını açır. Deyir, bəs sənin atın haradadır bəs, görsənmir. Deyir ki, xəstələnib. Biraz narahat olur ki, Peyğəmbər. Gedir atasına, deyir ki, ata hər gün başına toz torpaq attığın adam gəlir. Deyir ki, ziyarət eləməyə gəlmişəm. Deyir, oğlum da gəlib çağır, amma bir xahişim var, üzümə bir şey at mənim, mən utanıram. Deyir, üzünə parça salır, Peyğəmbər gəlir, içəri daxil olur, çəkin üzündən parçanı. Deyir, bir şərtlə icazə verirəm üzümdən parçanı çəksinlər. Əvvəl müsəlman olum, sonra, yoxsa heç üzvə baxa bilmərəm. Elə bu halda əvvəl iman gətirim, müsəlman olum, sonra. O şəkildə o Yəhudi iman gətirir Peyğəmbərə, həmin vəziyyətdə.